Son illər kredit götürənlər arasında yaşlı nəslin nümayəndələrinin çox olması diqqət çəkir. Bildirilir ki, əvvəllər yaşlı insanlar kredit götürməyə ehtiyatla yanaşar, bunu təhlükəli hesab edərdilər. Son illər isə pensiya yaşında olan insanların kredit götürməyə daha meyilli olması müşahidə edilir. Qlobal Infoza danışan iqtisadçı Pərviz Heydarov deyib ki, pensiyaçıların kredit götürməsi birbaşa onların şəxsi ehtiyacları ilə bağlı deyil. Stat: Əksinə, bu halların əksəriyyəti gənclərin atdığı addımların nəticəsidir. Onlar himayələrində olan pensiyaçı valideynlərdən və ya digər yaşlı ailə üzvlərindən istifadə edərək kredit götürürlər. Sonda isə kreditin pensiyaçı tərəfindən alındığı görüntüsü yaranır. Əslində, borcu götürən gənclərdir, sadəcə onların adından istifadə edilir. İqtisadçı əlavə edib ki, bu sahədə qanunvericilikdə müəyyən boşluqlar mövcuddur. Gənclər himayələrində saxladıkları pensiyaçıların güzəşt imkanlarından yararlanaraq banklardan kredit götürürlər. Bu istiqamətdə məhdudiyyətlərin tətbiqi məqsədə uyğun olardı. Hüquqi normativ baza baxımından müvafiq çərçivələrin yaradılmasına ehtiyac var. Borclanmanın artması əslində köhnə nəslin kredit götürməsi anlamına gəlmir. Onların pensiyaçı kimi sahib olduqları güzəştlərdən sui-istifadə halları müşahidə olunur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.